37 yaşlı gözəl bir xanım bizə müraciət edib, çox pozitiv bir xanımdır. Qorxur. Niyə qorxur? Noyabrdan bu yana uşaqlıq boşluğunda polip təyin edilib. Bu videonu niyə çəkirəm? Çünki artıq neçənci pasient deyir ki, Yayla xanım bizə deyirlər, gəl küretaj eləyək. Yəni bilirsiniz ki, 21-ci əsrdir. Histeroskopiyanın imkanları çox böyükdür. Niyə histeroskopiya olan yerdə biz küretaj eləməliyik? Optik cihazdır, uşaqlıq boşluğuna salınır, görüntü ekranlaşdırılır, görüntüdə görürük, polip görürüksə konkret olaraq polipi əsasından kəsib götürürük. Polip də çox qəşəng görsənir, görürsünüz ki, daxili dəliyə yaxın 11 milli ölçüsündə klassik polipdir. Yəni bunun ən gözəl cərrahi üsulu histeroskopiyadır. Artıq küretaj dünyada polipə görə olunmur. Yəni ki, neçə dəfədir pasientlər müraciət edir, eyni şey onlara deyirlər. Olmaz. Ən yaxşı histeroskopiya.